Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər və tələbələr. Həmçinin dərzilik sənətinin sirlərini daha dərindən öyrənmək istəyən hər kəs sizi YouTube kanalımda xoş gördük. Bugünkü mövzumuz çox vacib, faydalı və hər bir tikişçinin, dərzinin, işçinin, müəllimin, tələbənin bilməli olduğu bir mövzudur. Mövzumuz tikiş məlumatlarının hazırlanma texnologiyası modulundan əl işlərində iş yerinin təşkili, həmçinin maşın işlərində iş yerinin təşkili mövzusudur. Gəlin ilk öncə biz əl işlərində iş yerinin təşkili haqqında məlumatlanaq. Qeyd etdiyim kimi, hər bir tikişçi, dərzi üçün, həmçinin müəllim və tələbələr üçün önəmli bir mövzudur. Əl işləri, belə deyim, növündən asılı olaraq iş yerinin təşkili də dəyişir. Amma ümumi prinsiplər eynidir. Əl işləri iki qaydada aparılır. Ayaq üstündə və oturaq vəziyyətdə. Əl işlərini yerinə yetirən zaman bizə lazım olan ən əsas iş yerində stol, yəni masa, stul və ayaqaltıdır. Diqqət etməliyik ki, stul vintli, boyumuza görə tənzimlənən bir stol olsun ki, biz işimizi rahat görə bilək. Həmçinin iş gördüyümüz masa hamar səthli olmalıdır və bizə lazım olacaq qədər böyük olmalıdır. Yəni, alətlərimiz, məlumatımız ora yerləşməlidir. Əl işlərində bizə lazım olan əsas alətlər hansılardır? Təbii ki, bunlar iynə, mil, sabun və yaxud da marker. Haşiyə çıxan marker bildiyimiz lövhədə yazılan, daha doğrusu yazı üçün istifadə etdiyimiz qələm deyil, xüsusi dərzilər üçün olan markerdir. Yəni, qeyd aparırıq, nəzarət nöqtəsini qeyd edirik, bir müddət sonra həmin yazı itir. Gələcək mövzularda biz bu haqda da danışacağıq. Nələr dedik? Qeyd edirik yenidən. İynə, sabun, mil, marker, ölçü lenti, yəni metrə, qayçı, sap və ən əsası üzərində işi gördüyümüz material, yəni parça. İşçinin gözü ilə tikdiyimiz məmulat, yəni tikdiyi məmulat arasında göz məsafəsi orta hesabla 30 sm olmalıdır. Ən azı 25, ən çoxu isə 35 sm ola bilər. Bundan başqa biz əl tikişini yerinə yetirdiyimiz masanın üzərində bizə vacib olacaq alətlər yerləşdirilməlidir. Artıq alətlər isə, az istifadə etdiyimiz alətlər isə xüsusi bir qabda, quru bir yerdə saxlanılmalıdır. Daha sonra masanın altında bizə mane olmayacaq şəkildə zibil qutusu yerləşdirilməlidir. İşi bitdikdən sonra çıxardığımız qırıntılar, artıqlar həmin zibil qutusuna tullanmalıdır. İndi isə gəlin maşın işlərində iş yerinin təşkili ilə yaxından tanış olaq. Maşın işlərini biz yerinə yetirərkən hər bir tikiş maşınının masasına yaxın yerdə fərdi elektrik intiqalı yerləşməlidir. Həmçinin işçinin boyuna görə hündürlüyü tənzimlənə bilən vintli stol olmalıdır. Stolun üzərində biz nəyi yerləşdiririk? Maşını yerləşdiririk. Bilirsiniz, bəzi maşınlar özünün masası olur. Bu masa deyil, platforma adlanır. Bəzilərini isə biz özümüz masaya yerləşdiririk. Həmin o masa, belə deyim, üstü hamar olmalıdır, əl tikişlərində olduğu kimi. Bizə lazım olan alət və avadanlıqlar həmin masanın üzərinə qoyulmalıdır. İşçi maşın qarşısında necə əyləşməlidir? Mütləq şəkildə biz bu qaydalara riayət eləməliyik. Düzgün oturmalıdır, onurğa sütununu zədələməyəcək şəkildə. Həmçinin işçinin bədəni ilə maşının masası, platforması arasındakı məsafə 10-15 sm olmalıdır. İşçinin gözü ilə iynə arasında, yəni tikiş maşınının iynəsi arasındakı məsafə isə 30 sm-dən az olmamalıdır. Ümumiyyətlə, işçi, tikişçi, dərzi tikiş zamanı xüsusi bir geyim geyinməlidir. Bu geyimdə tikişə mane ola biləcək, iynəyə, maşına ilişə biləcək aksesuarlar olmamalıdır. Saçlar yığılı formada ləçəklə bağlanmalıdır. Maşına əyləşən zaman əgər işçi və yaxud da tikişçi
Hər hansı bir nasazlıq, cərəyan hiss edərsə, mütləq şəkildə anındaca işi dayandırıb təcili şəkildə ustaya müraciət etməlidir. Mütləq şəkildə biz maşında təmizləmə işləri apararkənsə, həmçinin yağlama işləri apararkənsə elektrik mühərrikini söndürməliyik.